Bu dəfəki mövzumuz çox maraqlıdır. Şeytan haqqında 5 fakt. Onu deyim ki, şeytan haqqında ilk məlumat Əhd-i Ətiqdə verilir, Ədədlər kitabı deyilən yerdə. Bundan sonra həm Əhd-i Ətiqdə, həm də İncildə şeytan haqqında çox müxtəlif və ziddiyyətli məlumatlar var. Ona Satana, Velzevul, Lütsifer müxtəlif adlarla müraciət edilmişdir. İslamda isə buna şeytan və yaxud iblis deyilmişdir. Ərəb mifologiyasında iblis cinlərin hökmdarı idi. Lakin İslam ənənəsi bunu birləşdirib, ikisini bir obraz eləmişdir. 2. Şeytanın ilk təsviri 6-cı əsrdə meydana gəlir. Saint Apollonare Nuovo kilsəsində İtaliyanın məhz şeytanın ilk təsviri verilir ki, o keçi buynuzlu, keçi əyaqlı, tüklü belə bizim həmişə adət elədiyimiz formada təsvir edilir. Ehtimal ki, Yunan mifologiyasından götürülür. 3. İlk şeytanpərəst papa 12-ci İvandır. 10-cu əsrdə yaşamış və məhz buna görə də papalıqdan məhrum edilmişdir. İlk şeytanpərəst hökmdar Alman hökmdarı 4-cü Henrix idi. 11-ci əsrdə papa ilə münasibətində onun qara messiyalar, qara orgiyalar keçirdiyi göstərilmiş və kilsədən ayrılmışdır. Və ən nəhayət 5. İlk şeytanpərəst dini təriqət Pavlikiyanlar idi. Pavlikiyanlar şeytanı dünyanı yaradan başlanğıc hesab edirdilər. Onlar hesab edirdilər ki, şeytan Allahın partnyorudur. Onların ikisinə də eyni cürə sitayiş eləmək lazımdır.